Yəni, qardaşlar, bilməliyik ki, yəni şeytan həmişə pusqudadır. Yəni, şeytan artıq söz verib ki, insanoğlunu saptıracaq, azdıracaq ki, o cənnətə girməsin. Yəni, bütün gücü ilə səy göstərir ki, insanoğlunu uzaqlaşdırsın. Və hətta Peyğəmbər s.ə.v buyur ki, Yə isə şeytanu ən ya'budəhul musallunə fi cəzirətil Ərəb. Yəni, Ərəb yarımadasında şeytan insanların ona ibadət etməsindən məyus olub. Yəni, şeytan artıq ümidini üzüb. Yəni, bu şeytanın zənni idi. Və ləkin bir təhrişi beynəhum, lakin onların arasını vurmaqla, yəni işi nə olacaq? Onların arasını vurmaq olacaq. Və ağıl insanda çalışmalıdır ki, yəni şeytana qapı açmasın. Və həmçinin bir şey olursa onun səbəbini axtarmaq lazımdır. Vallahi, yəni illərdir gəlib gedilir, yəni heç bir problem də yoxdur. Heç bir problem yoxdur. Və heç vaxtda, yəni Barək qardaş deyir ki, imamlıq məsələsi və imamlığa da can atılmayıb. Məqsəd də imamlıq deyil. Amma sadəcə məsələni düzgün başa düşməliyik. Müəyyən səbəblər olub. Ya istəmirən səbəblər, ya sözü bunun arxasında barmaqlar var. Yəni biz üzərimizdə vallahi nədir? Allaha tapşırmaq. Kim hilə istəyir, hilə qurur. Yəni Allah Teala onları hiləsini öz başına çatdırsın. Yəni mən başqa şey deyim mən. Əlbəttə ki, artıq sözlər, artıq danışıqlar, yəni qardaşların arasını vurur. Yəni insan buna yol verməməli. Yəni biz sadəcə keçdiyimiz dərslər nədir? Yəni insanı xeyri yönəldən, günahdan çəkindirən və Allahı sevməyə yönəldən bir şeylərdir. Vallahi heç vaxtda kiməsə nəsihət, yəni belə olsun da deyilməyib. Həmişədən çalışmış ki, artıq söhbətlər olmasın və danışıqlar da, yəni necə ki, İbn Qayyim Rahimullah deyir ki, mübarək insan deyir, o insandır ki, insanlara xeyir öyrədir. İnsanlara xeyir öyrədir və insanlara Allahın əzəmətini xatırladır və insanları ibadətə çağırır. Və sonra buyurur ki, əgər bir insanda bu olmazsa, o insanın bərəkəti silinər. Və onunla görüşməyin bərəkəti silinər. Sonra onun ətrafında olanların bərəkəti silinər. Onun ətrafında olanların bərəkəti silinər. Və sonra onların vaxtı dedikoduda keçər. Məcəralar, yəni baş verən şeylər haqqında keçər. Və sonra o insanlar əməlləri baxımından ziyana uğrayanlardan olur. Yəni, gəlin baxaq, yəni bu qədər məsələn dərslər keçilibsə, yəni hər hansı bir dərs müəyyən məqsəddə olubmu? Hamısı, əlhəmdülillah, yəni Quran və sünnə insanlar xeyrə çağırmaq, insanları Allaha yönəltmək, Allahın əzəmətini xatırlatmaq. Amma insanlar da var ki, otururlar ancaq danışıqları qeybətdir. Filan kəslər belə, vallahi, yəni öyle danışıqlar ki, böhtanlar, filan kəslər belədir, filan. Vallahi mən, yəni o şeyə görə də, yəni insan halallıq da gəh istəyir versin, gəh istəyir verməsin. Amma həqiqətən ağır məsələdir. Allah Teala Quranda buyurur ki, "Ətəhsəbunehu heyyinə və huve indallahi azim." Yəni siz onu asan hesab edirsiniz. Elə bir söz buraxdın, getdi. Vallahi onun təsiri var. Söz buraxdın, getmir elə. Amma o Allah qatında ucadır. Yəni bu ifk hadisəsində anamıza böhtan atılanda, Ayşə anamıza Allah Teala bu ayələri nazil edir. Deyir, "Ətəhsəbunehu heyyinə." Elə bir sözdür, dedi, getdi, uçdu, yox. Vallahi indi də elə sözlər, yəni bir dənə indi dəhşətli bir şeydir, internet deyən bir şey var. Bir dənə söz yayılır və insan da yəni onun elə bir fərqinə varmadan hardan deyir, əsaslanıb, eşitmişəm. Sən ki, hardan deyir, filan kəs deyir. Filan kəs hardan deyir, eşitmişəm. Vallahi, yəni bilməliyik ki, bu şayələr üzərində yəni hökm qurmaq əhl-i sünnənin mövqeyi deyildir. Allah Teala Quranda və incəəkum fəsiqun binəbəin fətəbəyyanu. Sizə deyib fasik bir xəbər gətirərsə, onu aydınlaşdırın, onu dəqiqləşdirin. Amma insanlar vallahi məqsədə, yəni hissiyata qapılaraq ancaq o şayə ilə məsələnin kökünə çatmadan hissiyatına görə hökmlər verir. Vallahi bunlar heç biri boş yerə getmir. Allah Teala Quranda buyurur ki, "Mə yəlfizu min qawlin illə ladeyhi raqibun atid." İnsanın dediyi hər bir sözü yazmaq üçün yəni hazır mələklər vardır. Ona görə yəni kim qurtarır? Vallahi kim ucalır, kim izzət tapır, kim ki nəfsini Allaha ibadət etdirir.
Nəfsini Allaha ibadət etdirir, ucalacaq. Vallahi kim ki məqsəd yönlü, yəni kimsə vurmaq, kimsə nə bilim başqa şeylər o olarsa, vallahi geci tez Allah Teala onun iç yüzünü açacaq və onun hiləsini öz başında çatdıracaqdır. Mesela amma bununla da, yəni sözsüz ki, yəni ara qarışır, müəyyən müsəlmanların arasında problemə səbəb olur. Və məsələn, məsələlər var. Əlhəmdülillah, alimlər bütün bunlar hamısını izah eləyib. Amma sadəcə insanların çox nədir? Yəni, elm olmaması, yəni tərbiyə almaması, düzgün alim yanında tərbiyə almaması, yəni bütün artıq danışıqlara səbəb olur. Məsələn, Şeyx Alban Rahimullah nə deyir ki, bəzən müəyyən insanlar çıxır, deyir ki, belə olmalıdır. Filan kəslərdən danışırlar. Amma başqa bir cəmaat deyir ki, yəni yol o deyil. Yəni Peyğəmbər sünnəsi, yəni o deyil, elə olmalıdır, belə. Amma elə bir ki, bu danışdığı adam əvvəl başqasından danışdı. Fikir verin, həmişə sözlər çıxanda kimdən olur? Başqa filan kəslər, kafir, müşriklər olur. Amma deyirsən ki, yol elə deyil. Yəni Peyğəmbər sünnəsi var. Peyğəmbər sünnəsi birinci qəlbdən, insanın qəlbindən çıxartmaqdır və buna çalışaq. Belə sonra onlar kənarda qalır. O filan kəslər kənarda qalır, nə olur? Axırda müsəlmanlar bir-birinə didişir. Heç onlar yaxın da gedə bilmirlər. Ona görə yəni kim bunu ona görə vallahi yəni deyirəm ki, yəni bu şey diqqətli olmalıyıq. Yəni belə bir şeydə də yəni istiğfardır, tövbədir, yəni Allaha qayıtmağımız və hər bir insan özünə vallahi bu məsuliyyətdir. Məsuliyyətdir. Elə belə boşa getmir. Və sonra etdiyi əməllərin də məsuliyyətini daşıyacaqdır. Və bu burada hamı qardaşlar şahiddir ki, və illərdir gəlinir, illərdir. Sakitcə var. Kimsə deyə bilər ki, mən nə vaxtsa özümü imamlığa atmışam. Bir dəfə də olsa, bir dəfə deyə bilərmi? Sadəcə iqamə verilən, dedi ki, keçmişəm. Hatta neçə dəfə keçiblər ki, heç nə, əlhəmdə mənim üçün dalda daha sevimlidir. İnsan da onu tədəbbür eləmək, fikirləşmək. Bura, yəni çox bura alimlər adlandırır ki, bura yəni kəsilmə yerlərdir. Bıçaqsız kəsilən yerlərdir. Yəni insanın ixlasına, insanın niyyətinə təsir edən yerlərdir. Yəni ağlı insan heç vaxt bura can atmaz. Və sadəcə, yəni insan yenə istəyir ki, yenə o bildiyi haqqı, yəni insanlarla, yəni o ləzzəti insanlarla bölüşmək baxımından da yəni insan çalışır ki, yəni bunu eləsin. Amma görürsən, burada başqa şeylər oldu. Vallahi mən heç xəbərim olmalı. Yenə xatırladıram ki, mənə yəni ağır gələn birdən-birə yəni artıq yəni sözlərin deyilməsi, mən də bildim ki, bunun arxasında nəsə var. Arxasında kimsə nəsə eləyib. Boş yerə vallahi olmur. Boş yerə olmur. Sonra da üzə çıxdı. Yəni kim ki nəsihət eləyib, ona o artıq hərəkətə düşüb. Hərəkət edir ki, kim ki eləyirsə, yenə mən deyirəm ki, Allah Teala onu hidayət eləsin, Allah Teala onu islah eləsin. Vallahi insanın özü nə eləyə biləcək bu şeylərlə? İnsan bir özünü yandırır artıq hərəkətləri ilə. Sözsüz insanlar arasında fitnə yaradır. Və sonra bu məsuliyyətini daşıyacaq. Allah qorusun. Yəni bizə keçən dəfə də dərslərimiz, yenə götürdüyümüz kitab nə idi? Peyğəmbər sallallahu duasına əsasən əl-havru ba'dəl-kavr. Yəni irəlilədikdən sonra geriləmək. Yəni mövzumuz yəni belə şeyləri də götürürük ki, yəni, özümüzə aid olan bir məsələlər ki, yəni sözsüz insan təzə imana gəldiyi zaman imanı artır. Amma müəyyən vaxtdan sonra günlər keçir, iman zəifləyir. Elə bir ki, artıq cahil bir vəziyyətinə qayıdır. Artıq nə Quran, yəni nə Quranla təsirlənir və yaxud nə zikirlərlə təsirlənir. Yəni insan yəni bunu araşdırır. Sahabelər onlara müsibət gəldiyi zaman, yəni onları heç sevindirərdi. Amma nə vaxt onları kədər bürüyərdi? Onlar qəlblərini təsir etdiyi zaman, artıq qəlblərində dəyişiklik hiss etdiyi zaman, necə ki, Hanzala radiyallahu ağlayır. Abu Bəkir radiyallahu yanına keçən deyir, nə oldu ey Hanzala? Deyir, Hanzala münafiq oldu. Hanzala sahabədir, münafiq oldu. Deyir, nə oldu? Deyir, Peyğəmbər sallallahu yanında olduğumuz zaman elə bir ki, biz cənnəti, cəhənnəmi görmüş kimi oluruq. Amma sonra gəlirik, arvad uşaq, evə qarışırıq, ev işlərinə, elə bir ki, əvvəlki vəziyyət dəyişilir. Yəni, özünü münafiq hesab edir, sahabə. Onda Abu Bəkir deyir ki, onda Abu Bəkir də münafiq oldu. Mən də eləyəm, məndə də elə hallar olur. Fikir onların, yəni sahabələrin, vallahi sahabələrin düşüncəsi nə idi? Yəni bu cür düşüncə olarsa, yəni xeyir olacaq. Amma yox, biz öyrəndiyimiz şeyi, filan kəs nepravdır, filan kəs belədir, filan kəs bu şeylərdən ötürü öyrənəcək. Vallahi o öyrəndiyi elm onun başına bəla olacaqdır. İbn Məsud radiyallahu anh gələn səhih hədisdə Peyğəmbər sallallahu buyurur ki, siz elmi alimlərə öyünmək üçün yox, alimlərlə mübahisə etmək üçün yox, səfehlərə öyünmək, alimlərə öyünmək üçün yox, səfehlərlə mübahisə etmək üçün yox və həmçinin insanların üzünü özünüzə tərəf çevirmək üçün öyrənməyin. Kim belə edərsə fənnar, onun üçün cəhənnəm vardır. Allah qorusun. Həmçinin başqa hədisdə Peyğəmbər sallallahu buyurur ki, "Mən talaba ilman mimma yubtagha bihi vechullah, la yeta'allamuhu illa yusiba bihi aradan min ad-dunya, lam yarah ra'ihatal cennə." Kim Allahın rizası qazanılan bir elmi, şəriət elmini dünyavi bir məqsəd üçün öyrənərsə,
dünyavi məqsəd üçün öyrənərsə, cənnətin iyini belə almaz. Allah qorusun. Allah qorusun. Vallahi çətindir. Yəni biz elə bilmirik ki, yəni bizdə, yəni biz deyik tövhid əhli, biz şirkdən qurtarmışıq. Vallahi əgər araşdırırsan nə qədər, yəni məsələlərdə, qəlb məsələlərində şirk var, problemlər var. Ona görə yəni sahabələrin, sələflərin, yəni qorxduğu da, yəni elə bu idi. Fikir verin, İmam Əhməd, Əhlüsünnənin imamı olduğu halda ona deyilir ki, yəni ətəlləmtəl ilmə lillah, yəni sən bu elmi Allah üçün öyrəndin. Əhlüsünnənin imamıdır. Deyirlər ki, Allah üçün öyrənmişəm. Amma nə deyir? Fikir və təvazökarlığına. Deyir ki, əməlilləh fəaziz. O ki, qaldı ki, Allah üçün bu çox ağır məsələdir. Allah üçün bu ağır məsələdir. Niyə? Çünki bir əməli 100% Allah üçün eləmək demək olar ki, qeyri-mümkünə yaxın bir işdir. Qeyri-mümkünə. Nə deyir sonra? Deyir ki, şeyun hubbibə iləyyə fəfəaltum. Yəni, mənə sevdirilən bir iş oldu, ona görə etdim. Yəni, bu iş mən sevdiyim üçün elədim. Demədi Allah üçün elədim. Niyə? Çünki Allah üçün eləmə ağır. Çünki hər bir bəşər nəfsinin dərinliyində tərif sevgisi əkilib. Tərif sevgisi. Və görürsən, bəzən də insan çalışır, əməl edir, gizli edir, sonra istəyir gizli etdiyi əməl açsın. Və yaxud da insan tərif gələn kimi insan yəni boşalır və yaxud da yəni sevinir. Yəni bütün bunlar hamısı tövhidə zid olan məsələlərdən biridir. Tövhidə zid. Və nə qədər, əgər biz xırdalansan, nə qədər məsələlər vardır ki, yəni tövhidimizdə problem var. Yəni bunlar nədən ötürüdür? Birinci, yəni ki, insan özündə tövhidi doğrulur. Hətta Muhammed Abdülvahhab bab açır ki, birinci tövhidin vacibliyi babı. Sonra gəlir fəziləti. Sonra gəlir mən haqqaqat tövhid. Kim tövhidi doğruldarsa, məsələ burada doğrultmaq. Salih Əl-Şeyh Rahiməllah Həfzəllah nə deyir ki, fikir verin. Yəni, elə bilməyin ki, məsələ üçün, insan danışdığı qismləri bildiyi tövhid olur. Vallahi olmur. Doğrultmaqla olur. Doğrultmaqla, əgər deyir, fəzilətlər çoxdur. Kim doğruldursa, doğruldan insanlar üçün tövhidin fəziləti çoxdur. Deyir ki, o fəzilətlərdən biri nədir? Əgər deyir, bir insan tövhidi doğruldarsa, o insan yəni, gözəl sözə və salih əmələ müvəffəq olar. Yəni, gözəl danışığa, yəni yaxşı danışığa və salih əmələ müvəffəq olar. Yəni, nə deməkdir? Əgər bir insan danışığı pislələ belə otur, sən dur, nə bilin, sən belə artıq danışırsa, demək, o insan tövhidində problem var. Və həmçinin əməl, burada ümumiyyən buna müamilə deyilir. Yəni, davranış. Birinci deyir, insanın deyir, Allahla davranışı. Və sonra nəfsi ilə davranışı, sonra bütün insanlarla davranışı gözəlləşər. Deməli, tövhid əhlinin davranışı gözəlləşir. Birinci Allahla. Yəni, o insan Rəbbinə olan ibadəti sevir. Birinci fərz namazları sevir. Sonra sünnə namazları sevir. Fərz oruçlarını, sünnə oruçlarını. Deməli, əgər səndə, hətta Salih Şeyh Həfzəllah deyir ki, əgər səndə nafilə, sünnə əməllərə səhlənkarlıq varsa, bil ki, sənin tövhidində problem var. Yəni, biz görün, bizdə nə qədər səhlənkarlıqlar var. Yəni, biz niyə bunu unudaraq, yəni artıq danışmalıyıq? Ona görə vallahi sələflər artıq danışmayıblar. Artıq danışmadıqlarına görə ucaldıblar. Biri deyir ki, mən Ömər radiyallahu anh 2 il yoldaşlıq edirdim İbn Ömərlə. İbn Ömər radiyallahu anh deyir ki, mənə heç nə danışmadı. Heç nə danışmadı. Yəni, bilir, artıq danışıb, səhv olduğundan qorxaraq yəni, danışmadı. Amma görürsən, yəni, insanlarda çox var, yəni, o elmi tərbiyə olmadığına görə, yəni, görürsən, bilən də danışır, bilməyən də danışır və artıq bunun üzrə nə qədər yəni, fəsadlar yəni. Amma bilmir, görürsən, məsələn, elə dəhşətlidir ki, insana desən ki, sən tibdən danış, bu insan xəstədir, bir dənə diaqnoz qoy, onu müalicə eləsinlər. Yox, mən qoya bilməm. Niyə? Çünki səhv olsa, ölə bilər. Məsuliyyətdir. Yaxşı, burada bir insanın taleyindən qorxursan, bu boyda ümmətin taleyi vəz. Və yaxud deyirsən, yaxşı, elektrikdən, səhv calayaran bu şunurları, nə olar? Artıq problem olar. Bir ev yana bilir. Yəni, bir ailə həlak ola bilər. Yaxşı, bir ailənin talibi, bu ümmətin talibi. Vallahi, bütün ona görə alimlər buyurur ki, sələflərdən gəlir. Yəni, insan da cürətlə fətva verirsə, cürətlə danışırsa, yəni, onun cahil olmasına hökm verir. Cahildir. Vallahi, insan elmi artdıqca, insan danışığı azalır. Və məqsəd də nə olmalıdır? Ümumiyyən, dəvətçi insan, dəvət edən insan, yəni, insan çox şey bilə bilər. Çox şey işlə bilərsən. Sən hər bildiyin şey danışmalı deyilsən. Sən həmişə baxmalısan, sənin qabağında oturan kimdir, ona uyğun. Yəni, mən ona nə desəm, mənim söhbətimdən sonra, mənim danışığımdan sonra bu insan xeyrə həvəsi artar. Və Allahı daha çox sevər. Və ibadəti
ibadətə yönəlib günahlardan çəkinər. İnsan daima bunu fikirləşməlidir. Yəni, elə ki, mən necə bunu ovlayım? Ümumiyyətlə, Salih Əl-Şəqi Hafizəhullah deyir ki, yəni qəlblər sevgi ilə alınır. Qəlblər sevgi ilə alınır. Sərtliklə heç bir alınan şey deyil. Vallahi alınan şey deyil. Çünki Peyğəmbər s.ə.v Allah Teala ona olan nemətini deyir ki, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ Yəni, Allah Teala tərəfindən bir rəhmətdir ki, sən mülayim oldun. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّ مِنْ حَوْلِكَ Əgər sən qaba, sərt qəlbli olsaydın, sənin ətrafından dağılardılar. Əgər biz istəyirsə bu xeyri, ümmətdə olan bu xeyri, yəni bu sərtliklə olmur. Vallahi bu bəla gətirir. Yəni bu nəsihətlər vallahi sələflər də edib, alimlər də edib. Yenə sadəcə onların dediyi şeyləri nəql edirik. Yəni kim ki sələflərin tövsiyəsinə əməl edib, vallahi xeyir tapır. Həm özündə, həm cəmiyyət içərisində və əksinə kim riayət etməzsə, vallahi özünü həlak edir. Ona görə daima insan niyyətini qoruması. Mən nə üçün edirəm, nə üçün gedirəm, nə üçün danışıram, nə üçün yeyirəm. Bütün bunların hamısında yəni insan niyyətinə baxması. Həsən Basri Rahimullah deyir ki, Rahimullah İmran vaqafa ində əvvəl həmmihi. Allah o insana rəhm eləsin ki, ilk düşüncəsində dayanar. Nəsə etmək istədiyi zaman dayanar. Qəlbini yoxlayar. Yəni, əgər imkanə lillahi amda, əgər Allah üçündürsə, onu keçirər, yəni həyata keçirər. Yox, Allah üçün deyilsə, onu həyata keçirməz. Yəni, ümumiyyətlə, yəni o mübarək insan, xeyirli insan həmişə özünü qoruyan, bax, üzərimizə düşən nədir? Allah təala buyurur, bu ənfusakum və əhlikum nar. Ey iman gətirənlər, özünüzü və ailənizi qoruyun. Əmirdir. Və üzərimə düşən nədir? Özümü və daima ailəmi qorumaq. İnsan özünü necə qoruyur? Qorumaq necə olur? Əmirləri öyrənib, yerinə yetirmək, qadağanı öyrənib, ondan çəkinməkdir. Öyrənmək, əməl etmək, çəkinmək. Və sonra bu özümü qoruduğum halda insanları da yəni qurtarmağa çalışmaqdır. İnsanlara hökmə keçmək deyildir. Vallahi baxsan, elə alimlər yanında oturursan, heç bir alimlər, yəni oldu dərslərdə belə danışıblar, amma heç biri qazilik eləməyib. Vallahi deyirsən, neçə böyük, Şeyx Abbadın yanında sual veririk ki, dalaq məsələsində, boşanma məsələsində cavab vermir. Gedin deyə əhlindən soruşur, qazilərdən soruşur. Yəni, niyə məsuliyyətdir? İndi gör, dalaq məsələsi belə dəhşətlidirsə, gör, təkfir məsələsi, insanlara sən, deyirsən, hamısı haqla verirsən. Yəni, bunlar daha şiddətlidir. Yəni, bunlar hamısı onlara qayıdır. Yəni, bizim üzərimizdə öyrən, sən şəriətdə ehtiyat babı var da, kim sənə deyir, ehtiyat eləmək, çəkin, şübhəli çəkin, qıra ol. Amma sən artıq danışmağın bu şeylər, vallahi, yəni, anlaşıram, yəni, fəsada aparır. Yəni, görün, heç nə yoxdur, hamısı qardaşıq. Görün, şeytan necə alovlandırır. Yəni, bunu alıblar. Yəni, biz bilmək, bütün hamımızın düşməni kimdir? Şeytandır. Hamımızın düşməni şeytandır. Amma biz, yəni, düzgün Quran və sünnəni öyrənsək, biz şeytanı qəzəbləndirəcəyik. Amma yox, başqa şeylər olarsa, deməli, artıq şeytan sevdirəcək. Şeytan güləcək. Artıq şeytana ehtiyac qalmır. Şeytana ehtiyac qalmayacaq. Yəni, artıq o insanlar ki, yəni, fitnə yaradır, artıq danışır, çayxana, dedikodu, filan kəs falan. Vallahi insan birincisi özünü yandırır və ikincisi də bununla şeytanın ordusundan olur. Allah Teala Qur'anda buyurur ki, İnnə şeytan ləkum əduvun fəttəxidu əduvva. Şeytan sizin düşməninizdir, onu özünə düşmən tutun. İnnəmə yəd'u hizbəhu liyəkunu min ashabis səir. O, özünə tabi olanları cəhənnəm əhli olmağa çağırır. Yəni, insan çalışma Allahın ordusundan olsun. Yəni, şeytan ordusundan yox. Yəni, sən necə əmin ola bilərsən ki, mən beləyəm. Yəni, mən haqq üzərinə. Bəzən görsən, insan, vallahi, elə dəhşətli danışırlar ki, elə dəhşətli, Allah, mən bu əqidə üzərində öldüm. Belə, yəni, sən nə bilirsən ki, sən elə 100% haqq üzərindəsən? Bax, vallahi, misal gətirəm. Bax, Peyğəmbər s.ə.v açıq, aydın, yəni, şək var mı Peyğəmbər haqq üzərində olmasına? İndi gəlin duasına baxaq. Peyğəmbər s.ə.v gecə namazına durduğu zaman etdiyi duası. İndi baxaq, biz bunu əzbərləyirikmi? Amma başqa şeylər biz əzbər bilirik, boş-boş şeyləri. Allahumma Rabbə Cibrailə və Mikaili və İsrafil. Allahın Cəbrail, Mikail, İsrafil Rabbi. Fadır əs-səməvati vəl-ard. Göyləri və yeri yoxdan yaradan. Aliməl qaybi və şəhədə. Qeybi və aşkarı bilən. Əntə təhkumu beynə ibadikə fīmə kənu fihi yaxtəlifun. Sən qulların arasında, onların ixtilaf etdiyi məsələlərdə hökm kəsirsən. İhdini liməxtələfu, əv liməxtulfə fi minəl haqqı biiznik. Sən öz izninlə onların ixtilaf etdiyi məsələdə məni haqqa yönəld. İnnəkə təhdi mən təşəvvülə sıratı müstəqim. Həqiqətən sən istədiyin doğru yola yönəldirsən. Yəni, bunu kim deyir? Allah, Rasul hansı ki, açıq aydın haqq üzərində, şək də yoxdur. Yəni, əgər Peyğəmbər, Allahın Rasulü bunu deyirsə,
Yəni biz necə, Allah mən bu əqidə, insan dəhşətli bir, vallahi yəni bu cahillikdir. İbn Teymiyyə rahimehullah Vasitiyyəni yazır, Vasitiyyə o böyle kitabı. Əhl-i sünnənin sifətlərini yazır, əhl-i sünnə. Əhl-i sünnə belədir. Axırda nə deyir? Deyir ki, Allah məni əhl-i sünnədən elə. Mən demir, filan kəs, əhl-i sünnə. Demir, Allah məni onlardan elə. Vallahi ona görə o insanlar ucalıblar. Amma biz yəni bildiyimizdə şey yoxdur, amma başımızdan böyük danışdığımıza görə vallahi şeytan insanı oyuncağa çevirir. Yəni biz həmişə baxmalı, bir insan günaha düşüb, olubsa şirkə düşüb, bidətə düşüb və ya digər günahlar. Yəni biz, yəni insan çalışmaq, onu mən necə müalicə edim, necə mən onu düşdüyü tordan çıxartmağa çalışım. Amma sən başqa cür eləsən, sənə qarşı da o cür müamil olunacaq, o cür davranılacaqdır. Fikir verin, misal olaraq, yenə biraz baş uzardım. Abu Darda radiyallahu anh, yəni hətta onun ləqəbidir Həkim hədil ümmə, bu ümmətin hikmətlisi sayılır, hikmətli sözləri olan. Bir dəfə günah işləyən insanın yanından keçir. Və ətrafına da insanlar toplaşıb onu qınayırlar, danlayırlar, yəni söyürlər onu. Məsələn, günah işlədiyinə görə. Gəlib birinci nə deyir onlara? Deyir ki, İhmədullah ləzi afəkum və lə təsubbu axakum. Sizə afiyət verən Allah həmd edin, qardaşınızı söyməyin. Yəni kim ki şirkə düşüb, sən Allah həmd elə ki, Allah səni şirkə düşməkdən qoruyub. Sən elə bilmə ki, sənin şirkə düşmək öz hünərindəndir. Və yaxud başqa günaha düşmək öz hünərindəndir, yox. Sən həmişə günahkarı görəndə, əlhamdülillah, Allahım sən məni qoruduğuna görə o günahdan, sənə həmd olsun. Sən məni qorumsan. Sonra deyir ki, qardaşınızı söymək. Sonra misal çəkir. Biz deyik ki, biz sələfin yolunu, sələf necə oldu? Misal çəkib və deyir ki, əgər siz bir insanı su quyusunda gördüyünüz zaman, boğulur, ağzına su girir artıq, ölür. Məgər o ölməməsi üçün dərhal onu çıxartmazsınız mı? Deyir, əlbəttə onu çıxardarıq. Amma desin, etdiyiniz nədir? İnsan boğulur, gəl başına üstündə danışırsan. Sən niyə buraya girmirsən? Yəni o yol vardı, o yola niyə getmədin? Fikri verir. Yəni sizin də elə bir ki, artıq onu söyməyin, təhqir eləməyiz, ona oxşuyur. Yəni, sahabələrdən biri çox içdiyinə görə gətirir. Hər dəfə qamçılanır. Kimisi ayaqqabı ilə, kimisi köynəyi ilə, nəsə belə vururlar. Amma bir dəfə biri onu lənətləyəndə Peyğəmbər sallallahu deyir, yəni qardaşınıza qarşı şeytana yardım etməyin. O çünki o Allah və Rasulunu sevir. Yəni, buradan götürür. Peyğəmbər sallallahu içki barəsində lənətləyib. Çəkəni, çəkdirəni, alanı, satanı, daşıyan hamısına. Amma şəxsin özünə gələndə nə dedi? Döyəndə heç nə demirdi. Vuranda heç nə demirdi. Amma o lənətləyəndə nə dedi? Dedi ki, şeytana yardım eləməyin. Qardaşlığa qarşı, çünki o Allah və Rasulunu sevir. Yəni, bax, bizim insan rəhmli olma. Peyğəmbər s.ə.v. Allah təala nə deyir onun barəsində? وَمَا أَرْسَلْنَكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Səni bütün aləmlərə rəhmət olaraq göndərdi. Vallahi sən necə olacaqsansa, Allahın yaratdıqlarına qarşı, onları, yəni bir şəri əhkamlar başlayır, yəni şəri əhkamlar o əlindədirsə, qazidə, o tətbiq olunmaq başqa şeydir. Amma bir var, insan, rəhmət odur ki, yəni insan, yəni rəhm baxışı ilə onu çıxartmağa çalışmaz. Vallahi Peyğəmbər ətrafı kafirlər idi hamısı. Döyürdülər, söyürdülər, hətta daşqalaq almış, yəni deyir ki, Allah məğfirlə qovmi fə inəmlə, Allah qövmin bağışla, onlar bilmirlər. Heç İslam'a girməyən insanlar idi. Çünki Allah Rasulü s.ə.v cəhənnəmi də görmüş, cənnətdə görmüş. İstəmirdi insan oğlundan, yəni kimsə o cəhənnəmə girsin. Asan bir şey deyil. Yəni bir dəqiqə insan əlini odda saxlaya bilmir. Hansı ki cəhənnəmin odu 69 dəfə dünya odundan şiddətlidir. Allah qorusun. Yəni ona görə yəni biz istəyiriksə ki, yəni xeyir olsun ümmətdə, bərəkət olsun. Vallahi heç vaxtda yəni nəsə ara qarışdıran söhbətlərimiz də olmuyor. Yəni çalışırıq ki, yəni mehribançılıq olsun, yəni ümmətdə xeyir olsun. Amma görürsən, vallahi başqa problemlərə də heç vaxt çalışmışam, girməyim, uzaq olum. Çünki məsuliyyətdir. Amma insanlar var ki, elə ki, güclə, nə ilənsə, yəni insanı bulaşdırmağa istəyir. Yəni o problemi bulaşdırmağa istəyir. Yəni insan, ağsaqqal insanlar yəni, çox təmkinli olmalıdır, səbirli olmalıdır. Və Peyğəmbər s.ə.v Rumluları, yəni tərifləmir, yəni onlarda qədər baxımından onlarda olan bir xisləti deyir ki, yəni ümumiyyətlə vaxt gələndə, yəni qiyamətə yaxın onlar sadəcə çox olacaqlar, yəni xristianlar. Və Amr ibn As radiyallahu anh deyir ki, əgər belədirsə onlarda bir neçə xüsusiyyətlər var, yaxşı xüsusiyyətlər var. Onlarda xristianlar fikir verir. Həqiqətən də indi görürük. Müsəlmanlar ona daha layiqdirlər. Onlardan birincisi nədir ki, onlar bir müsibət zamanı çox həlim.
təmkinli, səbirli. İkinci, müsibətdən sonra tez ayılırlar. Yəni, onlar tərifləməsi sadəcə qədər baxımından xristiyanlarda olan xislətli zikri, sahabədir, fikir verir. Deyir ki, əgər çoxlarsa onda bu şeylər olur. Niyə çox olmanın səbəbi nədir? Fikir verir, çox olmanın səbəbi nədir? Onlar çox diqqətlidirlər. Fikir verin. İndir görsün, müəyyən bir hökmü onlar qərar vermək üçün iclas, yığıncaqlar, heç bir qərara gəlib dağılırlar. Yenə yığılırlar. Bir dənə, bəlkə də böyük bir şey deyil, 10, 20, 30 daha da artıq yığılırlar. Hansı ki, ona müsəlmanlar daha layiqdir. Amma müsəlmanlar isə bir dənə şeydir, hoydu-hoyduna gedir, bütün ümmətin cavanlarını qırdırırlar. Bütün ümmətin cavanları. Hətta heç qırağı yoxdur. Bax, fikir verin, baş verən yerlərin çoxsunda özlər qıraqda otururlar. Hamısı, kafirlər qıraqda oturur. Qırdıran kimi qırdırırlar? Müsəlmanları. Vallahi, yəni, bunlar ibrət olmalıdır. İbn Məsud radiyallahu anh deyir ki, Əs-səidu mən vu'iza bi qeyri. Xoşbəxt insan, səadət əldə edən insan kimdir? Başqasının başına gələndən ibrət alandır. Xoşbəxt kimdir? Tarixdən ibrət alandır. Sonra nə buyurur? وَمَنْ لَمْ يَتَّعِذْ بِغَيْرِهِ كَانَ عِبْرَةً لِغَيْرِهِ. Kimdir başqasının başına gələndən ibrət almazsa, özü başqalarına ibrət alar. Yəni, özünün başına gələndə başqaları ondan ibrət alır. Niyə bizim başımıza gəlmir? Yox, sən başqasının başına gələn ibrət ol. Təmkinli ol, bütün məsələlərdə. Hansı ki, bu xislətlərə müsəlmanlar layiqdir. Bəzən görsən, müsəlmanlar heç bir düşünmədən, işin nəticəsinə baxmadan hərəkət edirlər. Məsələn, ocağı yandırırlar. Elə bir ki, yandı, sönəcək. Amma bilmir ki, bu ocaq harada sönəcək. Müharibədə elədir, döyüşlərdə belədir. Yandırılır, sonra harada sönəcəyi bilmir. Vallahi, ağır məsələlər, çox çətin məsələlərdir. Yəni, ağıllı insan həmişə özünün üzərində çalışmalı və həmçinin böyük məsələlərdə çox diqqətli olmalı. Yəni, dilini qorumalı. İbn Məsud radiyallahu anh deyir, bax, gözəl tövsiyə var sahabələri. Deyir ki, sətəkunu umurun müştəbihət. Vaxt gələcək, qaranlıq işlər olacaq, şübhəli, biri belə deyir, biri belə deyir. Nəyi tövsiyə edir? Fəaleykum bittuadə. Fəaleykum bittuadə. Görə, təmkinli olmaq. Sizin üzərinizə vacib olan nədir? Səbirli olmaq, təmkinli olmaq, tələsməmək. Fikir verin. Sonra nə deyir? وَاَنْ تَكُونَ تَابِعًا فِي الْخَيْرِ خَيْرٌ لَكَ أَنْ تَكُونَ رَأْسًا فِي الشَّرِ. Sənin deyir, xeyirdə, arxada getməyin, şərdə baş olmağından daha yaxşıdır. Sahabənin dediyi sözə bax. Sən xeyirdə arxada getməyin, arxada get, şərdə baş olmağından nədir? Daha yaxşıdır. Yəni, sənin sünnədə quyruq olmağın şərdə baş olmağından yaxşı. Yəni, baş olmadığı kəsilərsən. Baş olan kimi oxlar tuşlanır. İnsan heç vaxt istəməməlidir. Amma insan istəmədən nəsə olubsa, yəni, onu çalışmalıdır. Onu da müəyyən şəxsi məqsədlər üçün yox, məkirli niyyətlər üçün yox, ümmətin xeyri üçün. Yəni, onu öncəki İbn Teymiyyə rəhməhullah deyir ki, ümumiyyətlə, insanın tanınması bir bəladır, müsibətdir. Əgər insan tanınmaq üçün çalışırsa, insan dünyasında ahirətini, Allah qorusun hər bir insan. Amma insan istəmədən olubsa, insan bu niyyəti olmadan, istəmədən artıq nəsə olursa, tanıyanlar varsa, yəni onu, o niməti insanlar vurmaq üçün yox, Allahın rizası üçün yönətməlidir. Ola bilər, çox şeylər olsa, çoxu gətir deyə bilər. Danışıqlar. Amma Allah Teala Peyğəmbər sallallahu nə buyurur? Deyir ki, "Vasbir və la yestaxifannakellezin la yuqinun." Sən səbirli ol. Səbirli ol. Və la yestaxifannakellezin la yuqinun. Ya o inanmayanlar səni yerindən oynatmasınlar. Peyğəmbər sallallahu yanına gəlsən, gəl belə elə, biz belə eləyək. Gəl belə elə, belə. Yəni müxtəlif şeylərlə, təkliflərlə gəlirdilər. Amma Allah Teala deyir, səbirli ol. Usbut, sabit ol. Səbirli ol. Səni oynatmasınlar. Mən də məsələn, tövsiyəm nədir? Bu şeylərə görə, ağsaqqallar var, bərəkət ağsaqqallardadır. Bərəkət ağsaqqallardadır. Və ona gidirəmsə qardaşlara, çoxu gəlib deyər, çox müxtəlif şeylər olar. Nə bilirsən gələn kimdir, nə deyər? Sən həmişə oynama. Sabit ol. Olduğun işdə sabit kimsə səni oynatmasın. Hamı indi bizə hər birimizə aid. Gözə kimsə gəlib filan deyir, filan deyir. Onu yola vermək lazım. Bəzən görsən gəlib deyirlər ki, filan kəs belə deyir. Sələflər nə deyər? Deyərdi ki, əmə vəcədə şeytan rasulan qeyra. Şeytan deyir, səndən başqa bir elçi tapmadı mı? Gəlib deyir ki, filan kəs sənin barəndə belə deyir. Fikir heç qəlbən, çünki vallahi, əgər sən qəlbinə yerləşdirirsənsə, o məsələlər, o filan kəs belə dedi, filan kəs belə dedi, insanın üzərində gecə gündüz yatmıram, onu da mən də belə eləyəcəm, bu şey, vallahi ixlas deyil.
Əgər insan, kimsə ona pislik eləyib, ola bilər, yəni bu həyatda həsəd aparıla bilir. Yəni, xüsusən də həsəd, İbn Teymiyyə rəhməhullah, hər bir insanın, elə bil ki, o vərəmin çöpləri olduğu kimi, nəfsdə, fitrətində və yaxud da qəlbində nə var? O həsədin çöpləri var. Amma kərim insan, xeyirli insan onu boğur. Və bilir ki, bu Allaha qarşı çıxmaqdır, etirazdır. Amma o ləim insanların görürsə üzə çıxardır. O həsədini, paxıllığını yəni üzə çıxardır. Ondan sonra, vallahi, həsəd elə bir şeydir, insan özündən başlayır, özündə də qurtarır. Özündən başlayır. Həsəd, odunu yediyi kimi insanın günahlarını, insan savablarını, həsənətlərini. Bir hədisi Peyğəmbər buyurur ki, Dəbbə ileykum dəvlümə qabləkum. Sizdən əvvəlkilərin xəstəliyi gəlmişdir. Hiyəl haliqa, o qırxandır. Demirəm, o baş qırxır. O insanın dinini qırxır. Əl-bağdau vəl-həsəd. Yəni, kin-küdurət və nədir? Həsəddir. Yəni, ona görə bunları biləndən sonra nə qədər problem məsələlər var. Əgər biz qəlbimizə başqa şey yerləşdiriksə, İbn Qayyim rəhməhullah deyir, səndə deyir, yəni, ixlas yoxdur. Ola bilər, həsəd aparsın, desin, sənin belə deyək də, bizdə misal kimi sənin zərlərini tökülmədi ki. Səndə yəni, məqsədin Allah rizasıdırsa, yəni o şey sənə təsir eləməlidir. Yox, kimsə sənə dedi bir söz, nə bilin sənə əyri baxması və ya da salam verməməsi sənin qəlbinə təsir edirsə, demək, problem səndədir. Deməli, bunu müalicə. Qəlbimizdə olan tövhid. Yəni, bu qəlb evi, yəni tövhid üçün, ixlas üçün, Allahı sevmək üçün yaradılan bir evdir. Yəni, sən razı qalmamalısan ki, ora boş şeylər daxil edesin. Yəni, vallahi, yəni Allah Teala'dan istəyirəm ki, Allah Teala yəni cəmaatı, insanları haqqa yönətsin, haqqa haqq olaraq hər birimizə göstərsin, haqqa müvəffəq eləsin. Yəni, Allah Teala şeytanı sevindirməsin, şeytanı rəzil etsin. Yəni, vallahi bir oldu, keçdi. Yəni, buna inşallah yəni, yol vermək lazım deyil. Yəni, bunu yaxşılıqla itirmək. Çünki, vallahi düşmənlər, biz yəni, ümumiyyətlə, əhl-i-sünnə yeri gələndə müsəlmanların içərisində qəribdir. Müsəlmanların içərisində gəlibdir. Bir nə qədər düşmənlərsə, birinci şeytan sevinəcək, sonra başqaları, zikirləməyə ehtiyac yox. Bütün bunlar hamısı sevinəcək. Kimin xeyrinədir? Onların xeyrinədir. Ona görə yəni, çalışmalıyıq ki, yəni fitnəni alovlandıranlardan yox, benzin tökənlərdən yox, su tökənlərdən Allah təşkifanlarına etsin.